Burada başqa yollar da var, deməli, hifz barəsində. Hifz haqqında digər maraqlı məlumatlar, hifzin digər yolları. Demişəm bəzilərini. Bir mushəfdən istifadə. Müxtəlif Quranlardan istifadə etməyin. Ən yaxşı çap nə idi? Osman Taha. İkinci yol nədir? Demişəm əvvəldən, mən özüm də şəxsən Quran hifzindən əvvəl bunu eləmişəm. Bu çox böyük, qəşəng yoldur. Nə yolu? Quranın hifzindən qabaq 114 dənə surənin adlarını əzbərləməklik. Fatihə 99-u əzbərləmişəm, ta nə ki mən beyimdədir o. 114 surə adları ardıcıl. Fatihə, Bəqərə, Əl-İmran, Nisa, Maidə ta hamısını sayaq. Hökmən birinci onu əzbərləyin. Sonra keçin 30-cu cüzə. Hissə. Ki, nə ki var, hamı mən sizə demişəm bunlara. Ki, bu əzəməyə daha rahat olur. Adlarla, adlarını bilsən, sonra keçsən 30-cu cüzə. Məsələn, necə əzbərləyək? 114 surəni 5-5. Fatihə, Bəqərə, Əl-İmran, Nisa, Maidə. Ən'am, Ərəf, Ənfal, Tövbə, Yunus. Və ilaxır. 5-5. Dediyim kimi, 114 surənin hifzindən öncə çalışaq ki, biz 114 surənin adlarını əzbərləyək və 5-5 əzbərləyək. Fatihə, Bəqərə, Əl-İmran, Nisa, Maidə. Qurtardıq. Sonra keçirik ikinci beşliyə. Üçüncü beşi ta axıra qədər. Yaxşı. Bu mərhələdən sonra başlayırsan Quranın özünü əzbərləməliyik. Haradan başlayacağım? 30-cu cüzdən. Niyə 30-cu cüz? Niyə? Bilirik də asandır. Asan olduğu üçün, daha çox ona ünsiyyətli olmuşuq deyə və asandan başladığımız üçün biz tez yorulmayacaq. Sən başlasan, kitab oxumayan adam gəlsən, başlasan birdən belə qalın kitab o oxumayacaq. Adam var, məsələn, təcə belə dindardır, başlayır, qalın kitab, irfandan, kəlamdan, o heç nə, o qoy kənara, o heç. O qoy heç. Proqram yoxdur deyə, bax, proqram. Əgər sən semestr ərzən 4-5 dərsdən çox qoysan, işlərin ola-ola 15 dərs, 20 dərs, 17 dərs, 12 dərs, 9 və s. rəqəmlər. Sənin işin var, gücün var. Bir semestr, sentyabrdan yanvara kimi, 4 ay yarım. İşin olduğu halda bu qədər dərs hamısı yarımçıq qalacaq. Bu dərs deyil. Azam masaz. O kimi oxuya bilər, iş gücü olmadan. İş gücü yoxdur. Oxuyur və zehin də yerində. Sənin işin gücün varsa, xəstəliyin var, işləyirsən filan və s. 4-5 dərs oxuyursan. Proqram olmalıdır. Adam var 4 il, 5 il, 10 il. Ancaq hər il eyni dərsləri oxuyur, orta bir şey yoxdur. Niyə? Proqram yoxdur. Nizamsızlıq var. Adam var 3 ildə oxuyur, 10 il dərsi 3 il oxuyur. Niyə? Proqramla gedir. Oxursan əvvəlcə filan dərslər, bitdi, bunlar iptal. Məsələn, əxlaq, əhkam, əqaid, tarix, Quran 4-5 dərs bizim nağdından bilməliyik. Sonra keçsə, məsələn, əqaidin yuxarısı kəlama. Məsələn, Quranın yuxarısı, məsələn, təfsirə. Onun yuxarısı filan. Adam gəlib dinə, deyir ki, mənə kəlam dərsi keç. Elə deyil. Üsuldən öyrənməlisən. Üsuldən nədir? Əqaid o dəryanın sahilidir. Əvvəl demişəm. Dərin dəryanın sahili əqaiddir. Sonra başlayırsan kəlama, məntiqdən. Əvvəl məntiqdir, sonra fəlsəfədir. Əvvəl məntiq, sonra düsturlar var. Məntiq güclü olsa, fəlsəfə rahatca anlaya bilirsən. Demək, ora girməyin bu mövzulara, vaxtımız gedir. Hər bir hala proqram lazımdır, proqram. Deməli, niyə? Çünki asandır, insanı yorulmur. İnsan yorulmayanda həvəs artır, meyli artır. Başlayacaq, məsələn, Bəqərədən çətin olacaq, yorulacaq, meyli azalacaq. Deyəcək ki, mənlik deyil. Çətindir, yox, çətin deyil. Sənin proqramın səhvdir. Problem insanın özündədir, proqramda deyil. O demişəm, belə Türkiyədən bir nəfər gəldi, demişəm sizə, həkim yana ki, mən hara əlini vuram, ağrıyır. Bura ağrıyır, bura ağrıyır, bura ağrıyır. Mən hər yerimə deyil, həkim baxır ki, yox, axı, hamısı sağlamdır, sənin barmağında ağrı var. Barmağımı əzmirsən, hara vurursan, o ağrıyır. Sən ürəyin, cismin, üzün də ağrı yoxdur axı. Bu da problem, sən bunu götür ortadan. Sən niyə bunu həll edəcəksən? Müalicə eləsən boş-boşuna. Həkim əvvəl neyli demişəm? Əvvəl yaranın özünü tapır, yaranın ətrafını təmizləyir, sonra gələn onu müalicə etməliyik.